Yəqin ki, Robert Kiyosakinin Varlı Ata, Kasıb Ata kitabı haqqında eşitmisiniz. Bəlkə də bütün zamanların ən çox səs-küyə səbəb olan şəxsi maliyyə kitablarından biridir. Milyonlarla insanın pula baxışını demək olar ki, kökündən dəyişib. Bəs yaxşı, bu kitab həqiqətən də bizim maliyyə azadlığına aparan bir bələdçidir, yoxsa bəlkə də təhlükəli məsləhətlərlə dolu sadəcə gözəl bir illüziyadır? Gəlin bugün bu fenomenin pərdə arxasına baxaq və anlayaq, bu kitab bir xəritədir, yoxsa insanları yanlış yola çəkən bir kompas? Baxın, bu rəqəmə diqqət yetirin. 32 milyondan çox. Bu, sadəcə satılan kitab sayı deyil. Bu o deməkdir ki, bu kitabın ideyaları, düşünün, bütün bir nəslin maliyyə düşüncəsinə hopub, onu formalaşdırıb. Bu, həqiqətən də inanılmaz bir təsir gücüdür. Bəs bu gücün mənbəyi nədir? Nədir bu kitabı bu qədər cəlb edici edən? Hər şey məhz bu iki fərqli dünyanın toqquşmasından başlayır. Kitab əslində Robert Kiyosakinin iki atasının hekayəsidir. Biri onun öz atasıdır, yüksək təhsilli, savadlı, amma həmişə maddi sıxıntı içində olan Kasıb Ata. Digəri isə dostunun atasıdır, az təhsilli, amma çox uğurlu bir sahibkar, yəni Varlı Ata. Onların pula yanaşması sanki ağla qara kimi bir-birindən fərqlənirdi. Biri ömrü boyu təhlükəsizliyi axtarırdı, digəri isə azadlığın arxasınca gedirdi. Yaxşı, bəs bu kitabı dünya miqyasında bir fenomenə çevirən o əsas dərslər, o əsas ideyalar hansılardır? Gəlin indi Varlı Atanın bizə nə öyrətməyə çalışdığına daha yaxından baxaq. Kitabın həll etməyə vəd etdiyi ən böyük problem budur. Siçovul yarışı. Təsəvvür edin, bir təkərin içində durmadan qaçan bir siçovul. Nə qədər sürətli qaçsa da, əslində heç yerə getmir. Bax, Kiyosaki deyir ki, müasir insanların çoxu bu vəziyyətdədir. Maaş almaq və o maaşla da borcları, xərcləri ödəmək üçün işləyirsən. Daha çox işləyirsən, amma yenə də irəli getmirsən. Çünki qazancının böyük bir hissəsi onsuz da vergilərə, banklara, yəni başqalarının cibinə gedir. Və bu tələ, baxın, belə işləyir. Hər şey təhsil almaqla başlayır. Sonra yaxşı maaşlı bir iş tapırsan. Maaşını alırsan, amma onun böyük hissəsi dərhal vergilərə və borclara gedir. Bir də baxırsan ki, yenə pula ehtiyacın var. Nə edirsən? Daha çox işləyirsən. Bəlkə maaşın da artır, amma xərclərin də onunla bərabər artır. Və beləcə o təkər yenidən fırlamağa başlayır. Bu, insanları ömür boyu asılı vəziyyətdə saxlayan bir dövrandır. Bəlkə də kitabın ən güclü, ən yadda qalan ideyası məhz bu sadə ayrı seçkilidir. Aktivlər cibinizə pul gətirən hər şeydir. Məsələn, icarəyə verdiyiniz bir ev və ya sizə dividend ödəyən səhmlər. Passivlər isə əksinə, cibinizdən pul çıxaran hər şeydir. Deyək ki, kreditlə aldığınız və daima xərc tələb edən bir maşın. Varlı Atanın fəlsəfəsi çox bəsitdir. Varlanmaq istəyirsənsə, diqqətini passivlərə yox, aktiv toplamağa yönəlt. Burada isə məsələ artıq sırf düşüncə tərzidir. Birinci cümlə, mənim buna gücüm çatmaz, beyni kilidləyir. Yəni, problem var və sən təslim olursan. Amma ikinci sual, buna necə gücüm çata bilər? Beyni aktivləşdirir. Onu həll yolları axtarmağa, kreativ düşünməyə məcbur edir. Bax, kasıb düşüncə tərzi ilə varlı düşüncə tərzi arasındakı o fundamental fərq məhz buradadır. Və beləliklə gəlib çıxırıq kitabın əsas vədinə. Əsl məqsəd yüksək maaşlı bir işdə ömür boyu qul kimi işləmək deyil. Yox, əsl məqsəd sənə daimi gəlir gətirən aktivlər qurmaqla işləmək məcburiyyətindən yaxa qurtarmaqdır. Yəni, əsl hədəf maliyyə azadlığıdır. Bütün bunlar etiraf edək ki, çox inqilabi, çox həvəsləndirici səslənir. Amma bir anlıq dayanaq. Görəsən bütün bunlar həqiqətdirmi? Və daha da vacibi, bu məsləhətlərə qulaq asmaq təhlükəsizdirmi? İndi gəlin medalyonun o bir üzünü çevirək. Çünki bu kitab nə qədər populyardırsa, bir o qədər də sərt tənqidlərlə üzləşib. Bir çox ciddi maliyyə eksperti Kiyosakini və onun kitabını demək olar ki, fırıldaqçılıqda və insanlara son dərəcə təhlükəli məsləhətlər verməkdə günahlandırır. Bu sözlər tanınmış tənqidçi John Teery'də məxsusdur. Deyir ki, Varlı Ata, Kasıb Ata oxuduğum ən axmaq maliyyə məsləhət kitablarından biridir. İçində çoxlu yanlış məsləhət, çoxlu pis məsləhət var və demək olar ki, heç bir yaxşı məsləhət yoxdur. Vay, bu çox sərt bir ittihamdır. Gəlin görək bu tənqidlərin arxasında nə dayanır. Tənqidçilərin əsas arqumentlərini ümumiyyətlə 3 yerə bölmək olar. Birincisi, deyirlər ki, kitab faktiki səhvlərlə doludur. İkincisi, verdiyi məsləhətlər çox təhlükəlidir. Və üçüncüsü, bəlkə də ən şok edicisi, kitabın əsasını təşkil edən o hekayə, yəni Varlı Atanın özü tamamilə uydurma ola bilər. Yaxşı, onda gəlin bir növ fakt yoxlaması aparaq. Tənqidçilərin bu ciddi iddialarına daha detallı nəzər salaq və görək kitabda təqdim olunan miflərlə reallıq arasında nə qədər fərq var. Baxın, bu cədvəl əslində hər şeyi çox aydın göstərir. İddia nədir? Varlı Ata real adam olub. Bəs reallıq? Tənqidçilər deyir ki, onun mövcudluğuna dair zərrə qədər də sübut yoxdur. O sadəcə uydurma bir obrazdır. İkinci iddia. Kasıb Ata kasıb idi. Reallıq isə budur ki, Kiyosakinin öz atası Stanford Universitetində PhD dərəcəsi alıb və bütün hava işlatının təhsil departamentinin rəhbəri olub. Yəni, heç də kasıb sayılmazdı. Və sonuncu iddia. Kitab maliyyə savadlılığı öyrədir. Tənqidçilər isə bunun tam əksini deyir. Kitab qeyri-qanuni vergidən yayınmağı, qeyri-etik davranışları və həddindən artıq böyük risklər almağı təbliğ edir.
O, təhlükəli məsləhətlərə gəlincə isə, siyahı kifayət qədər uzundur. Məsələn, insanları böyük, hətta kütləvi borclar götürməyə və riskə atılmağa həvəsləndirmək. Tətil xərclərini, idman zalı üzvlüyünü, güya biznes xərci kimi göstərib, vergidən yayınmaq kimi potensial olaraq qanunsuz strategiyalar tövsiyə etmək. Daxili gizli məlumat əldə etmək üçün dostlardan istifadə etməyi tərifləmək. Hətta o dərəcəyə çatıb ki, kitabın öz həmmüəllifi Sharon Lecter qonorar ödənişləri üstündən Kiyosakini məhkəməyə verib. Bu faktlar əlbəttə onun etibarlılığına ciddi kölgə salır. Beləliklə, bütün bu bir-birinə zidd məlumatlardan sonra biz hansı nəticəyə gəlməliyik? Varlı ata, kasıb ata, həqiqətən də azadlığa aparan bir yoldur, yoxsa sadəcə çox yaxşı satılan bir illüziya? Bu məncə çox vacib bir məqamdır. Bir kitabın milyonlarla insan tərəfindən alınması, onun içindəki hər şey mütləq doğru və faydalı olduğu anlamına gəlmir. Bəzən populyarlıq və həqiqət tamam fərqli şeylərdir. Bəlkə də bütün bu mübahisələrdən sonra belə bir nəticəyə gəlmək olar. Kitabın əsl dəyəri onun verdiyi hazır cavablarda deyil, bizim beynimizdə oyatdığı suallardadır. Bəlkə də əsas dərsi aktivlər və ya passivlər haqqında deyil, tənqidi düşüncənin hər şeyi sorğulamağın nə qədər vacib olması haqqındadır. Hətta təklif etdiyi alternativ yolun özü qüsurlu olsa belə. Və bu müzakirəni gəlin bu son sualla yekunlaşdıraq. Əsl sərvət nədir? Hər hansı bir qurunun, bir müəllimin məsləhətinə kör-köranə inanmaq, arxasınca getmək, yoxsa özünüz üçün doğru sualları vermək müdrikliyinə və cəsarətinə sahib olmaq? Qərar əlbəttə ki, sizindir.